Salam əziz və böyük Türk millətim. Salam olsun Mustafa bəy sizə və MCTV izləyicilərimizə. Demək, son araşdırmalarımız bunu göstərir ki, Amerikanın Ankara Böyükelçisi Tom Barak və Suriya sorumlusu olan Tom Barak son açıklamasında Ağdənizdən Xəzərlər kimi İsrail koridoru deyərək və buna İsrail başta olaraq, yəni İsrail anlaşması, İbrahim anlaşması ya Türkiyəmiz buna daxil olacaq, imza atacaq və İsraillə ilişkilərini, düzəllər, ticari əlaqələrini edəcək və İsrailin bölgədə nə elədiyinə göz yummalıdır. Ya biat edəsiz, ya da iç savaşa yürükləyə bilərlər. Etnik, kimlik, hər yerdə olduğu kimi məzhəb savaşlarına. Türkiyəmizin üzərində çox böyük təhdidlər var, təhlükə var. Bu araşdırmanı neçə gündür bu Tom Barak'ın sözlərini araşdırıram və son dünənləri Azərbaycandan qalxan Türkiyə Silahlı Qüvvələrinin Kargo C-130 təyyarəsinin, uçakının Gürcistan sınırında düşməsi, hələ bu barədə də bir açıqlama yoxdur. Bu təhdidlərin böyük rəsmi gördükdə bu olaylar bir-birinin ardınca gəlir. Bunların istədikləri Suriyanın küzeyində şimal hissəsini bölərək federativ Durzilər üçün dövlətlər yaratmaq və əgər Türkiyəmiz İbrahim anlaşmasına imza atacaqsa, Suriyanın bir bölgəsində Türkiyəyə yer verilsin. Bunların anlaşmasında bu gedir. Jolani'nin dönənləri Amerikada İbrahim anlaşmasına imza atmaması da və MİT İstihbarat Başkanı Hakan Fidan'ın da dəstəyi və Amerikada olması bunun göstəricisidir. Hal-hazırda Türkiyəmizin üzərinə böyük təhdidlər var. Ya biat edəsiz imperialist güclərə, ya da iç savaşa sürükləyəcəklər. Bura hər türlü etnik, məzhəb, hər türlü savaşlar aça bilərlər və Suriyada 60 min, 70 min, 80 min deyilən YPG silahlanması və son dünənləri Kərkükdə seçimdə türkmənlərə saldırılar Bərzani və Talabaninin əskərləri tərəfindən, yəni kütçülər tərəfindən. Bu olayların hamısına diqqətlə baxdıqda və ən son uçaq olaylarına baxdıqda Türkiyəmiz çox böyük təhdid altında. Və buradan Türkiyə xalqına, 86 milyon Türkiyə xalqına, Türkiyə Cümhuriyyətinə səslənirəm. Əziz qardaşlarım, birliyinizi qoruyub saxlayasınız. Başqa yolumuz yoxdur. Artıq seçim, hər kəs seçimini etməlidir. Və medialarda biləsiz, kim, hansı medialar Tom Barak'ı öyürsə də, tərif verirsə də, bilin ki, onlar satılmış xainlərdir. Hansı siyasi partiyalar, kimlərsə Tom Barak'ın dediklərini öyürlərsə, tərif verirlərsə də, bilin ki, onlara satılmış xainlərdir içimizdəki. Və çox kirli oyunlar gedir. Həm bölgədə, həm Türkiyəmizin üzərində, əsas da Türkiyəmizin üzərində. Çünki ən böyük güc, ulusal, unitar dövlət bir dənə Türkiyə Cümhuriyyətimizdir. Və bunu da bölgələrə bölmək, iç savaşa sürükləmək istəyirlər. Ona görə də ya deyirlər, biat edəsiz, Abram ittifaqına, İbrahim ittifaqına imza atasınız, ya da ki, hər bir təhdid, hər bir terror, hər bir sürgəslər gözlənə bilər. Və 2 gün bundan öncə də Amerikada Türk duran dövlətlərinin, Türkistan dövlətlərinin dərhal çağırılması və orada İbrahim anlaşmasına da Qazaxıstanın imza atması, Qazaxıstan da təhdid altındaydı. Başqa yolu yoxdur. Bu araşdırdığım böyük rəsmi göstərən ancaq budur. Ona görə həm Qafqaz, yəni dediyi kimi Ağdənizdən, Ege'dən, Xəzər dənizinə kimi İsrail anlaşması, yəni İbrahim anlaşması, başında da İsrail durmaq şərtilə
və Trumpın da hər bir hökuməti, hər bir devləti buna imza attırması və imza attıran kimi dərhal İsrailə Netanyahu telefon açıb xəbər verir ki, məsələn, Qazaxıstanda imza attı, Azərbaycanda imza attı, Suudi Ərəblərdə imza attı. Bir bölgədə dirənən tək Türkiyəmizdir. Əziz qardaşlarım, bu şeylərə diqqət etmək lazımdır. Çox təhlükəli oyunlara gəldik, çıxdıq. Burada ya varıq, ya yoxuq məsələsi, konusudur. Birliyimizi saxlamalıyıq. İçərdən birliyimizi saxlamalıyıq. Kim isə fitnələrinə, fəsadlarına, hansısa siyasi partilərin satılmışların, xainlərin sözlərinə inanmaq olmaz. Allah'a emanet olun. Namıklı Türk'üm diyene.